Salam əziz müəllimlər, 21-ci testin izahını verəcəm. Deməli, 21-ci testimiz to be used-ya aiddir. Bu qaydanı yadımıza saxlayaq. Deməli, used üstəgəl V1 forma keçmiş vərdiş bildirir. Be used üstəgəl ing isim öyrəşmiş formanı bildirir. Get used to ing isim alışmaq formasını bildirir. Getdik. Birinci testimizdə she up early for her new job. O yeni işi üçün erkən oyanır. İkinci, when I had exam at university, I up all night revising. Mənim deyir, universitetdə deyir, deməli, imtahanlarım olduqda deyir, mən deyir, demək olar ki, gecəni deyir, qalıb dərslərimə çalışıram. Getdik, A variantında birbaşa used to olmaz, V1 form olmalıydı, səhvdir. B variantında is getting used to ing olmalıydı. C variantında is getting used to ing. İkinci tərəfdə də used to, bəli, düzdür. C variantımız düzdür bizim. D variantında is used to be ilə verirsə ing olmalıydı. Y variantında is getting used to ing olmalıydı. Doğru variantımız C variantıdır.